Assalamu alaikum. Video çəkməyə məqsədim odur ki, çoxlu suallar gəldi ki, paylaşım yoxdur, fəaliyyətdə deyilsiniz, nəsə baş verib. Bəli, baş verib, böyük bir müsibət baş verib. Yəni bir övlad üçün başına gələn ən böyük müsibət nədir? Valideyn sınaq çəkilmək və valideyn itirmək. Mənim üçün tərsinə. Valideyn də övladla sınaq çəkilir. Xülasə, uzun video çəkmək istəmirəm. Anam dünyasını dəyişdi. Bilmənlər üçün bunu deyirəm. Kim ki bildi, çox minnətdaram sizə. Həqiqətən, səmimi qəlbdən minnətdaram. Bağıram basıram sizə, gözəl qardaşlarım. Nəsihətlər elədiniz, mənə təmkinlik verdiniz, çoxlu dualar elədiniz. Hamınızı bağıram basıram, çox sağ olun. Anam dünyasını dəyişdi, ayın 14-ü, fevralın 15-ci dəfn oldu və ondan bu tərəfə mən paylaşım eləmişəm. Səbəb buydu yəni. Bir daha minnətdaram hamıya. İndi toparlamaya çalışıram. Artıq üstündən bir müddət keçib. İnşallah davam eləmək lazımdır, işləmək lazımdır. Çünki məsuliyyətlər var. Ən azı bizim mənim mağazamdan neçə ailəyə çörək gedir. Bizim övladlarımız və yəni müsəlman nə deyir? İnnə lillahi, innə ileyhi raciun. Yəni Allahdan gəlmişik, Allaha da qayıdacağıq. Yəni bu belə deyim, ümidlə mən tam əminəm ki, böyük ümidim var və tam əminəm ki, inşallah mən anamla görüşəcəm. Axirətdə bir müvəqqəti bir ayrılıqdır. Yəni ölüm belə qəbul etmək lazım. Amma təbii ki, ürək sızlayır. Ana itkisi başqadır. Yəni 42 yaşım var, safsan başqa bir şeydir. Yəni 96-cı il atamı itirmişəm 12 yaşımda. Amma bu qədər ağır tanımışdı mənə. Demək ki, insan böyüdükcə daha çox ağrı böyüyor. Allah həmd olsun. Getdi anam, elhamdülillah cənnətim getdi. Ona görə həvəs yoxdur heç nə çəkmə eləməyə. Təbii ki, normal bir haldır. Amma həyat davam edir. Anamın xətrinə anama çox dualar edirəm. O da inşallah ruhu şad olacaq, yeri nurlu dolacaq. Elə onun xətrinə də Allahın izni ilə, Allahın rəhməti ilə fəaliyyət davam edir. İnşallah birinci gündən paylaşılma olacaq. Yeni məhsullar gəlib. Allah Subhanahu taala hamımızı qorusun. Cümlə müsəlmanları. Amin. Yəni də minnətdaram. Bağıram basıram sizə. Çox sağ olun.